Kəlağayının ornamentləri və rəngləri təsadüfi seçilmir. Hər biri özünə məxsus fərqli bir mədəni kodu ifadə edir. Beləliklə də bu çalarlar və fiqurlar milli yaddaşın vizual dilini davam etdirir. Milli başörtüyümüz sayılan kəlağaylar bəzən sevincin, bəzən kədərin, bəzənsə sevginin ifadə vasitəsi olub. Üzərindəki naxışlar və rənglər isə bu ifadədə özünə məxsus rol oynayıb. Peşəkar kəlağayçılar intensiv rənglərdən xoşları gəlir. Çox maraqlı bir termin də hətta var onlarda. Doymuş, bu rəng, kəlağayının bu rəngi doymuşdur ya da doymuş deyil. Bu doymamış rənglər indi çox maraqlı bir şeydir ki, gənclərin xoşuna gəlir. Bu isə nəsillər arası fikir ayrılığı yaradır. Belə ki, açıq çəhrayı, açıq mavi, açıq yaşıl, bu rənglərdir ki, peşəkar kəlağayçılar, mən bunu birbaşa o peşəkar kəlağayçıların ağzından eşitmişəm. Deyirdi ki, bu xarab olub bu kəlağay, bunu təzədən işləməliyik, bunun rəngi doymuş deyil. Mən deyirdim, yox, bunu sifariş veriblər. Məqs bu rəngi istəyirlər ki, bu rəngi olsun. Bu yeniliklər naxışlara da sirayət edir. İki istiqamətdə. Birincisi, bu köhnə qəliblərin düzümündə, kompozisiyasında, kəlağayının kompozisiyasında. İkincisi də yeni naxışların bəlkə siz strukturunu bizə təklif edə bilərsiniz. Və onlar doğrudan da çox yaxşı canla başla bizə kömək elədilər və belə bir naxışlar meydana çıxdı. Bu tam yeni rəssamlar tərəfindən təklif olunmuş naxışlardır. Hər ornamentin kəlağayda öz yeri, öz mahiyyəti var. Hər naxışın öz adı var, ondan da başqa elə bir kompozisiyanın, o kəlağayının naxışlarının düzümündə müəyyən edilmiş yeri var. Bax, belə naxış, misal üçün, bu göbək naxışıdır. Kəlağayının düz ortasında yerləşməlidir. Bu isə naxış, misal üçün, bu həşiyadır. Bu kəlağayının ətrafında perimetr üzrə yerləşdirilməlidir. Bundan əlavə, kəlağayların ornamenti, rənglənməsi və kompozisiya həlli bilavasitə sənət və yaradıcılıqla bağlıdır. Üstəlik, naxışlara və onların elementlərinə verilən məna və hisslər nəsillərin metafizik təcrübəsinin nəticəsi olmaqla bərabər, həm də mənəvi dəyərlər aləmini təşkil edir. Kəlağayının hazırlanması bir neçə mərhələdən ibarətdir. İlkin olaraq çiy ipək halı, ipəyin bişmiş halı, basma qəlib texnikası ilə naxışların hazırlanmış halı, sonuncu mərhələdə isə rəngləndikdən sonraki halı. Kəlağayı həm də dəyərdir. Bu dəyəri qoruyub nəsildən nəslə ötürmək isə hər birimizin öhdəliyidir. Röya Salmanova, Zaur Haşimov, Telesəhər.